İkinci sinif İngilis dili dərsliyi Unit 6 Lesson 2 6-cı bölüm 2-ci dərs. Burada bizdə yenə bir dialoqdur. Nate və Kate və deməli yanlarındakı şəxslə birlikdə bir söhbətləri var. Əvvəlcə bir-iki yeni sözümüz var. Onları yenə bir təkrarlayaq, sonra dinləməmizə keçək. Hand, əl, finger, barmaq, leg, ayaq. Gəlin bu səfər fərqli olsun deyə əvvəlcə dialoqu oxuyaq, sonra isə qulaq asaq. Look, I have a red nose. Bax, məndə qırmızı burun var. Ha ha ha, gülür. And I have 8 eyes. Və məndə 8 göz var. 8 eyes, 8 göz. I have 2 white hands. Tada! Məndə 2 əl var. Tadam! Yəni belə gözünə soxar kimi belə göstərir. Wow! Sonra and I have 8 purple legs və məndə 8 bənövşəyi ayaqlar var. 8 legs, 8 ayaq. Look, bax, I have 10 white fingers. Bax, məndə 10 barmaq var. And a big red mouth və böyük qırmızı ağız. Are you scared? Sən qorxmursan? Yes. Ha ha ha. Bəli. Ha ha ha. Gülür. Onu burada qeyd eləyək ki, məsələn biz deyirik ki 5 ayaq. Biz demirik 5 ayaqlar. Amma ingilis dilində əgər birdən çox şeydən danışırıqsa, onu biz cəm halına gətirməliyik. Yəni sözün axırına s ya es şəkilçiləri gəlir. Məsəl üçün ay bir gözdür, amma eyes 2 göz olacaq. Yəni axırda s var. Hand bir əldir, amma hands əllərdir. Yəni 2 əl. Ona görə orada diqqətli olmaq lazımdır. Gəlin indi dinləyək. Dinləmə 47. Açıram, siz də dinləyirsiniz. Başladıq. Track 47. Listen and look. Nate and Kate. Nate and Kate, hi, hello. Nate and Kate, hi, hello. Look, I have a red nose. Ha ha ha. And I have 8 eyes. 8 eyes? I have 2 white hands. Ta-da! Wow! And I have 8 purple legs. 8 legs? Look! I have 10 white fingers and a big red mouth. Boo! Are you scared? Yes! Ah! Aha, dinləməmiz bitdi. Tərcüməsini də dedik. Gəlin istəyirsiniz bir də oxuyaq. Look, I have a red nose. Ha ha ha. And I have 8 eyes. 8 eyes. I have 2 white hands. Ta-da! Wow! Wow! And I have 8 purple legs. 8 legs. Look, I have 10 white fingers and a big red mouth. Are you scared? Yes. Belə. Keçirik digər səhifəyə, səhifə 41. Burada görürsünüz əllər var. Gəlin cümlələrimizə baxaq. I have 10 fingers. Mənim 10 barmağım var. Baxın, burada yenə diqqətli oluruq. Barmaqlar. S gəlir. Fingers. Let's count them. Gəlin onları sayaq. Count neydi? Saymaq deməkdir. Them onları deməkdir. Let's isə gəlin. Gəlin onları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Birdən ona qədər saydıq. Digər tapşırıqda da yenə dostlarınızla, evdəkilərlə birlikdə eləyə biləcəyiniz həm oyundur, həm də danışıq üçün bir çalışmadır.
Bir-bir göstərirsiniz, barmağınızı soruşursunuz və ya ayağınızı soruşursunuz ki, bu sənin ayağındır, bu sənin barmağındır. Məsəl üçün belə, is it your finger və ya is it your leg? Bu sənin ayağındır, bu sənin barmağındır. O da qarşılığında deyir ki, yes, it's my leg və ya deyir ki, no, it isn't my leg və s. Burada da bizim bir dinləməmiz var. Gəlin ona qulaq asaq. Dinləmə 48. Track 48. Listen and cheer. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. I have 10 fingers. Let's count them. I have 10 fingers. Let's count them. 1, 2, 3, 4. 5, 6, 7, 8. 9, 10. 1, 2, 3, 4. 5, 6, 7, 8. 9, 10. Aha, Track 49. bu dinləməmiz də bitdi. Deməli, xüsusilə nəyə diqqət edirik ki, əgər bir şeyi çoxluq danışırıqsa, onun sonuna şəkil çatdırmalıyıq. S ya da ES. Sağ olun, gələn dərslərdə görüşənədək. Bye!